Tağıyev filmi barədə mübahisələr bitib tükənmir. Bu dəfə məşhur telejurnalist, yazıçı Həmid Erezçi bu filmlə bağlı öz fikirlərini bölüşdü və Həmid bəy iddia elədi ki, bu filmdəki Hacı Zeynalabdin Tağıyev, yəni əsərin baş qəhrəmanı Məşəd İbada oxşayır. Və yenə başladı mübahisələr. Biz bu məsələyə aydınlıq gətirməsi üçün araşdırmacı jurnalist Emil Hacıyevi Dip TV-yə dəvət elədik. Emil bəy, xoş gördük sizləri. Nə deyəcəksiniz? Həqiqətən bənzəyirmi, bənzəmirmi? Çox sağ olun Nicat bəy dəvət üçün. Qısaca belə bir giriş eləyim ki, bəzən Hacı Zeynalabdin Tağıyevi Məşəd İbada bənzədəndə O olmasın, bu olsun filmini, yəni 1956-cı ildə çəkilmiş filmi nəzərdə tutub bu bənzətməni eləyirlər. O olmasın, bu olsun librettosunda heç cür Məşəd İbada Hacı Zeynalabdin Tağıyevə bənzədə bilmərik. Lakin 1956-cı ildə çəkilmiş filmdə hadisələr o cür qurulub ki, biz baxanda çox hadisələrdə oxşada bilirik ki, bu Tağıyevin həyatıdır. Orada Məşəd İbad Hacı Zeynalabdin Tağıyev kimi dindar idi və orada Məşəd İbadın arvadlarından birinin adı Sona idi. Bala kişi bəy real həyatda idi, Rüstəm bəy olmasın bu olsun da var idi. Deməli filmin əvvəlində belə bir giriş var. Qoca baqqal Məşəd İbad müftə pul paylamırdı. Düşünən tamaşaçı fikirləşər ki, bu cümlə eyni ilə Tağıyevin borc iltizamı ilə bağlıdır. Tağıyev kimi ki göndərirdi universitetlərə oxumağa, kimə ki borc pul verirdi filan, onların hamısını borc iltizamı adı altında imzalatdırırdı. Və universitetə təhsil almağa gedən şəxs qayıtdıqdan sonra işləyib, onu ödəməli idi. Bəs filmlə operanın arasında nə qədər fərq var idi? Filmlə operanın arasında fərq birincisi bəzi səhnələr filmə əlavə olunub. Bazar səhnəsi filmə əlavə olunub. Ondan sonra Molla Nəsrəddinçilər filmə əlavə olunub. Amma Molla Nəsrəddin qəzeti 1910-cu ildə Tiflisdə idi, Bakıda deyildi. Yenə də Sabit Rəhman eyni ilə bu məsələləri aktuallaşdırmaq üçün ola bilsin ki, ssenaridə Molla Nəsrəddini əlavə eləyib. Molla Nəsrəddinçilər Sərvərin, Qoçular, Məşəd İbadın, yəni Tağıyevin tərəfində idilər. İkinci bir məsələ var. Rıza bəy Səlimxanov, Qəzetlər Padşahı Rıza bəy. Filmdə bu obraz var. Həmin o Rıza bəy də Zəmbur qəzetinin baş redaktoru Rıza bəy Səlimxanovdur. Zəmbur qəzeti, Kaspi qəzeti, Həyat qəzeti Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşdirirdi. Zəmbur qəzetində Üzeyir Hacıbəyov haqqında karikaturalar yayımlanırdı. İndi sual bilirsiniz nədir? Tutaq ki, bu rejissor səhv edir. Bəs axı bununla bağlı başqa iddialar da var idi. Hələ bu film çəkilməmişdən qabaq bəzi insanlar, bəzi müxtəlif yazıçılar və belə deyək, film tarixi ilə məşğul olan insanlar bu iddianı irəli sürmüşdülər ki, ümumiyyətlə bu libretto məhz Hacı Zeynalabdinə qarşı yazılmışdı. Deməli Hüseyn Seyidzadə bu filmi çəkib 1956-cı ildə. Hüseyn Seyidzadə sonrakı illərdə Yenilməz batalyonu çəkib. Yenilməz batalyon filminin 15-ci dəqiqəsində yenə də Hacı Zeynalabdin Tağıyev var. Amma bu dəfə necə? Zaqataladakı bir bəydir, bir mülkədardır. Eyni ilə Tağıyev qiyafəsində, Tağıyev libasında, kresloda söykənib oturub, saqqallı, başında buxara papaq. Eyni zamanda Yenilməz batalyon filminin ssenaristi Qılman İlkindir. Qılman İlkinin Qalada Üsyan romanı əsasında bu film çəkilib. Qılman İlkin Bakı və Bakılılar kitabında da Tağıyevə geniş yer ayırıb. Yəni bu faktlar da bizi düşünməyə vadar eləyə bilər ki, bəli, Yenilməz batalyondakı obraz da Tağıyevdir. Sözün düzü mən o filmə baxmışam, amma o filmə baxandan sonra bu Tağıyev imiş və yaxud Tağıyevə bənzəyir fikri məndə yaranmayıb. Amma açıq demək lazımdır ki, bəli, o olmasın, bu olsun filminə baxanda həqiqətən məndə, yəni mənim kimi bir neytral tamaşaçıda belə o təəssürat yaranır. Tam konkret olaraq deyə də bilmərik ki, Sabit Rəhman konkret olaraq Tağıyevə hədəfə alıb. Çünki bizim etdiyimiz yozuculuqdur. Yəni buradan belə bir qənaətə gəlmək olarmı ki, əslində Üzeyir Hacıbəyli öz librettosunda Hacı Zeynalabdin Tağıyevi hədəfə almayıb. Əslində Sabit Rəhman ssenarisində Sovet ideologiyasını əsas götürərək Tağıyevi hədəfə alıb. Bəli, bəli, əlbəttə ki, yenə də mən dediyim kimi heç vaxt tamaşaçı olmasın bu olsun tamaşasına baxıb demir ki, bu Tağıyevdir. Filmə baxıb deyir. Mən maraqlandıran bir məsələ var. Yəni filmi siz də izləmisiniz yəqin ki. Həqiqətənmi filmdə siz Hacı Zeynalabdin Tağıyevi izləyərkən, yəni baş personajı izləyərkən
beynimizdə Məşədi İbad canlandı. Sizdə də eyni fikir oldu. Yəni əvvəl onu müəyyənləşdirək. Bu sadəcə Həmid bəyin fikridir, yoxsa həqiqətənmi belə təəssürat yaradı? Mən izləyicilərdən üzr istəyirəm, mən hələ o filmi izləməmişəm. Tağıyev 3 filmində deməli Tağıyevi biz görürük ki, həmişə saçı, saqqalı ağ və toy ərəfəsinə saqqalında həna qoyur, toy ərəfəsi vaxtı və Azərbaycana məxsus olan buxara papaq qoyur başına. Saqqalının hənası, buxara papağı eynilə bizə Məşədi İbadı xatırladır. Və olmasın bu olsun filmindəki hamam səhnəsi ki var, hansı ki Tağıyevin və yaxud Məşədi İbadın başına köpük ələnir. Bax bu hamam səhnəsi demək olar elə quruluşu da olmasın bu olsundakı hamam səhnəsinin quruluşuna çox oxşuyur. Axı bununla bağlı başqa iddialar da var idi. Hələ bu film çəkilməmişdən qabaq bəzi insanlar, bəzi müxtəlif yazıçılar və belə deyək, film tarixi ilə məşğul olan insanlar bu iddianı irəli sürmüşdülər ki, ümumiyyətlə bu libretto məhz Hacı Zeynalabdinə qarşı yazılmışdı. Orada Üzeyir bəyin ümumiyyətlə Hacı Zeynalabdin Tağıyevə münasibəti necə olub? Üzeyir bəyin Hacı Zeynalabdin Tağıyevə münasibəti yaxşı olub. Nə mənada yaxşı olub? Çünki Üzeyir Hacıbəyovun Tağıyev haqqında yazdığı bir marş var. Həmin marşda Tağıyev teatrında səslənib. Kaçpi qəzetində də bu məlumat var. Amma sonradan bəzi məsələlərə görə, misal üçün Tağıyev Lütfəli bəy Behbudov məsələsinə görə və ortaya atılan Qarabağlılar, Bakılılar söhbətinə görə soyuqluq yaranıb. Gəlin o məsələni açaq. Lütfəli bəy Behbudov belə bir məsələdir ki, olmasın bu olsun filmində də buna sanki toxunublar. Lütfəli bəy Behbudov gənc bir mühəndisdir. Tağıyevin tabeliyində işləyir və Sona xanımla onun münasibəti var. Belə deyirlər. Bunu deyən Məhəmməd Əsəd bəydir. Amma Sona xanım əlbəttə ki, bunu inkar eləyir. Hətta Tağıyevə yaxınlaşır ki, sən o işçivi qov burdan. O çox namussuz adamdır, mənə sataşıb. Yoldaşı. Bu hadisələr də baş verəndə olardı hardasa bunun 30-a yaxın yaşı. Lütfəli bəy Behbudovun həyat yoldaşını çağırtdırır Tağıyev, eyni zamanda Lütfəli bəy də çağırır. Deyir ki, sən nə üzlə də belə mənim həyat yoldaşıma pis gözlə baxmısan? Bundan əvvəl deməli Ağa Musa Nağıyevə zəng eləyib Tağıyev. Eyni zamanda Murtuza Muxtarova zəng eləyib Tağıyev ki, zəhmət olmasa günorta saat 3-də gəlin bizə. Ağa Musa Nağıyevin işi çıxdığı üçün, Murtuza Muxtarovun da işi çıxdığı üçün Tağıyevin evinə gəlməyiblər. Elə olub ki, Tağıyevin qardaşı oğlu və Tağıyevin oğlu əsəbləşib döyüblər bunu. Lütfəli bəy Behbudovu. Lütfəli bəy Behbudov cavab zərbəsi də endirib. Və üzü gözü qan içində Tağıyevin evindən çıxıb. Bu məsələni Məhəmməd Əsəd bəy tamamilə başqa cür qələmə alıb. Amma məhkəmə istintaq isə tamam başqa söz deyir. Hətta məhkəmə varmı belə məhkəmə? Əlbəttə. 1911-ci 12-ci illərdə olub bu hadisələr. 12-ci ilə qədər məhkəmə davam eləyib. Deməli Murtuza Muxtarov bunu Yusif Vəzir Çəmənzəminli də deyir. Murtuza Muxtarovla Hacı Zeynalabdin Tağıyev bir növ bir-birlərinə əks qütbüydülər. Yəni deyildiyi qədər yaxın dostu oldu. Yox. Və Murtuza Muxtarov çox əsəbləşib. Deyib sən məni evə bunun üçün çağırırdın ki, kimsə döydürtdürübü göstərsən. Mən istəməzdim ki, bu gün Azərbaycan ictimaiyyətində bu cür fikirlərə görə Tağıyevə mənfi münasibət bəslənilsin. Çünki o dövrün şəxsiyyəti olaraq, o dövrün əxlaqını yaşatmağa məcbur idi bu adam. Və dövrün Bakılı əxlaqı nəyi tələb edirdisə, Hacı da aşağı-yuxarı onunla yaşayırdı. Biraz dindar, biraz mühafizəkar, biraz təbii ki, aristokrat olmamaqla birlikdə sonradan aristokratiya nəslinə qoşulmuş biri kimi uyğunlaşmaya çalışan, amma tam da uyğunlaşmayan bir şəxsiyyət olub. Amma Hacının xidmətləri, onun bu kimisə döyməsi, döydürməsi, nə bilim, cavan qızla evlənməsi, evlənməməsi, bütün bunları kölgədə qoyur. Yəni Hacı Zeynalabdin Tağıyevin xidmətlərinə baxdığımız zaman biz milli dövlətçiliyimizin formalaşma zəminini adamda görürük. Hacı Zeynalabdin Tağıyev əgər toxuculuq fabrikini açdırmasaydı 19-cu əsrin sonlarında, 1890-larda, Azərbaycan Cümhuriyyət dövründə müstəqil sənaye formalaşdıra bilməzdi. Hacı Zeynalabdin Tağıyev Cümhuriyyətə ən çox maddi yardım göstərən Bakı milyonçusu olub. Cümhuriyyət yarananda bir milli iqtisadi sistem formalaşmalı idi. Bu milli iqtisadi sistemində nə olmalıdır? Bank olmalıdır, Tağıyev yaradıb. Fabrik, zavod olmalıdır, Tağıyev yaradıb. Adam neftdən gələn pulları qeyri-neft sektoruna qoyub və eyni zamanda müstəmləkə iqtisadiyyatını dağıdıb əslində. Şolar suyu məsələsində texniki tərəfdən resurslarının ödənilməsinə
dəstək olub. Bir də alman bir mühəndisi dəvət eləyib. 25.000 rubl dövrün pulu ilə o adama ödəniş edib ki, ərazidə kəşfiyyat işləri aparsın. Bəziləri düşünür ki, şollar suyu çəkdirib də burada nə var? Bilmirlər ki, o dövrdə Bakıya gələn əsas su xətti Zagulba su xətti idi. Zagulba su xəttini yanlış xatırlamırsam Melenkov familiyalı bir erməni maqnat maliyyələşdirirdi. Yəni Bakı şəhərinin suyu ermənilərin nəzarətində idi. Tağıyev şollar suyu məsələsinə üstünə düşməklə o su problemini ermənilərin əlindən aldı. Və Tağıyev əslində erməni, yəhudi və gürcü maqnatlarla mübarizədə idi. Ən böyük rəqibi ermənilər idi. Bazarda ən böyük, istəyir memarlıqda, istəyir incəsənətdə, istəyir mətbuatda, o dövrün mətbuatında baxın, nə qədər erməni dilində qəzetlər var. Çar Rusiyası dövründə və nə qədər Azərbaycan. Barmaq hesabı əksəriyyətində də Hacı Zeynalabdin Tağıyevin dəstəyi. Tağıyevin erməni sahibkarla mübarizəsini 26-lar filmində də biz görə bilirik. Əjdər İbrahimovun 1966-cı ildə çəkdiyi bu filmdə də Tağıyevi Şahbazov obrazı adı altında veriblər. Onun prototipidir və Xaçaturov var. Onun erməni rəqibi, erməni sahibkar. Xaçaturov daşnaqlardan tərəf idi, Tağıyev müsəlmanlardan və ilk dəfə Mart soyqırımı da bizim 26-lar filmində canlandırılıb. Ulduzlar sönmür filmində də Hacı Zeynalabdin Tağıyevin obrazı var. İndi elə filmlərdən söz düşmüşkən. Orada Nərmanovla qarşıdurma da verilib, müəllimlər qurultayda, orada Həsən bəy Zərdabi də var, obraz olaraq Nəsib bəy Yusifbəyli də var. Amma eyni zamanda həmin filmdə Tağıyev çox qəribə bir şəkildə belə göstərilib. Ayaqlarını şərabla yuyan, eyni zamanda özündən razı. Misal üçün Tağıyev haqqında məqalələrin birində o dövrki müəlliflərdən biri yazır ki, elə bir iclas yoxdur ki, Tağıyev o iclasa girsin və fikirləri üst-üstə düşmədiyi şəxsə səs-küyü kəs deməsin. Əslində yaxşı yerə toxundunuz. Mən də ora gəlmək istirdim. Tağıyev haqqında spekulyasiyalar. Bizim tanımadığımız Tağıyev. Bizim tanımadığımız Tağıyevi biz Yusif Vəzir Çəmənzəminlinin Studentlər əsərində görə bilərik. Studentlər əsərində belədir ki, otaq yoldaşı olan bir neçə tələbə siyasi hadisələrdən danışırlar və siyasi hadisələrin içindədirlər. Orada belə bir səhnə var. Deməli, bir də ki, Studentlər romanında Hacı Zeynalabdin Tağıyev öz adı ilə əsərdə canlandırılıb. Əhməd bəy Ağaoğlu Ağabəy adı ilə canlandırılıb. Əliyar bəy isə Əlimərdan bəy Topçubaşovdur. Əli bəy Hüseynzadə də yenə də öz adı ilə canlandırılıb. Orada Cəlal adlı obraz var. Cəlal deyir ki, mən hələ də başa düşmürəm ki, niyə görə savadsız bir hacı, orada Hacı Zeynalabdin Tağıyevə nəzərdə tutur, Ağabəy kimi çox savadlı bir insanı və hansı ki Sorbonne Universitetini bitirib, o cür bir insanı həyatdan soyudur. Və belə bir cümlə deyir orada Cəlal. Hacı Zeynalabdin Tağıyev deməli Kaspini Həyat qəzetini kurasiya etdiyi kimi Murtuza Muxtarov da Ağabəyə dəstək dururdu və Ağabəyin İrşad qəzetinə dəstək olmuşdu. Və eyni zamanda orada Ağabəyi müdafiə eləyərək Tağıyevi pisləməyə başlayır. Yazır ki, Tağıyev hər bir işə qarışır. O pul verməklə elə bilir ki, hər şey bilir və o haqqa sahibdir ki, hər bir işimizə müdaxilə eləsin. Əslində bu bütün dünyada belədir. Yəni adətən burjualar intellektualların təşviqi ilə iş görürlər. Sərmayə qoyurlar, maliyyə yatırırlar. Maliyyə yatıran adam avtomatik işə müdaxilə eləyir. Bu burjua əxlaqıdır. İntellektual əxlaqsa müxalif əxlaq olduğuna görə burjuaya etiraz mühiti burada formalaşır. Yəni bu təbii prosesdir. Amma mən istəyirəm konkret Tağıyev haqqında bəzi sərt iftiralar və yaxud da iftira olmaya bilər, amma dəqiq tarixi faktlar, amma hansı ki Tağıyevin əleyhinədir. Bu barədə danışaq. Məhəmməd Əsəd bəy Şərqdən Neft və Qan romanında belə bir cümlə işlədib. Deyib ki, 20-ci əsrin əvvəllərində və 19-cu əsrin sonlarında Azərbaycanda kifayət qədər neft maqnatları var idi. Lakin mənə həmişə maraqlıdır ki, niyə görə General Tağızadə və Hacı Zeynalabdin Tağıyevi General Tağızadə adlandırıb öz əsərində. General Tağızadə bu qədər müzakirə mövzusudur və ona bu qədər sitayiş eləyirlər. Və hətta insanlar ona millət atası və Allah adlandırırlar. İndi Allah adlandırılması mövzusuna mən keçim.
Nəriman Nərimanov Ucqarlarda inqilabımızın tarixinə dair əsərində, yəni Stalinə yazdığı məktubda elə ilk, ikinci və üçüncü səhifəsində belə bir cümlə yazır. Mən bu hərəkata başlayanla birinci məqsədim Qafqazın o dövrdəki Allahı Hacı Zeynalabdin Tağıyevə qarşı mübarizə aparmaq idi. Onun haqqında Molla Nəsrəddin Kəskin karikaturalar verib. Tağıyevin heç bir orduda xidməti olmayıb, general rütbəsi almışdı Çardan. Məhəmməd Əsəd bəy ümumiyyətlə o Şərqdə Neft və Qan kitabında Tağıyevi bir balaca aşağılayır. Onu Lütfəli bəy Behbudovu öz yatağı otağında döydürməsi və müəyyən işgəncələr etməsi, hansı ki mən o işgəncəni burada çəkmirəm. Kitabı istəyənlər oxuya bilərlər. Lütfəli bəyin Tağıyevin xanımına göz qoyması halı baş veribsə, bu məsələdə də yəni mən elə hesab edirəm ki, Tağıyev çox da haqsız deyil. Yusif Vəzir Çəmənzəminli Studentlər əsərində deyir ki, bu qarşıdurmanı yaradan Əlimərdan bəy Topçubaşov olub. O süni şəkildə belə bir qarşıdurma yaratdı və Qarabağ intelligensiyasına zərbə vurmaq istədi. Bunu Cəlalın dili ilə deyir eyni zamanda. Bir də ki, Tağıyevin qələm qoçuları var idi. Tağıyevin qələm qoçuları Əlimərdan bəy Topçubaşov idi ilk növbədə. Onun ən böyük qələm qoçusu və eyni zamanda Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentində də sonralar böyük bir yer tutdu. Əgər biz desək ki, Tağıyev cümhuriyyətçidir, eyni zamanda Paris Sülh konfransına da Əlimərdan bəy Topçubaşov getdi. Həmin dövrdə Əhməd bəy Ağaoğlu artıq Türkiyədə idi, sonra Nuru Paşanın müşaviri kimi gəldi. Bakıda Bakılı Qarabağlı davasının yaranma səbəbkarlarından biri də Tağıyev məsələsidir. Amma Hacı Zeynalabdin Tağıyev Həmidə xanım Cavanşirə dəstək olub. yəni Tağıyevin özünün Qarabağlılarla problemi olmayıb. Amma belə başa düşdüm ki, Bakıda həmin Lütfəli bəylə Tağıyev arasındakı qarşıdurma ümumən Bakı və Qarabağ klanı arasında savaş yaratdı. Bəli. Hətta mətbuatda da bir-birlərinə qarşı atışmalar olub. Hətta deyilən görə Üzeyir Hacıbəyovu da müəyyən təzyiqlər olunub. Yəni onun əsərləri bir müddət tamaşaya qoyulmayıb. Həmin vaxt Üzeyir Hacıbəyov İrana getmişdi. Bu təzyiqlərdən bir növ yaxa qurtarmaq üçün. Üzeyir bəy də bir dövr incimişdi Tağıyev. Uzun ömrün akkordları filmində belə bir səhnə var. Leyli Məcnun premyerasıdır. Ərəblinski gəlir görür ki, icarədar qıfıl asıb səhnədən. Və Ərəblinski öz üzüyünü aparır verir ki, ver bu icadara, qoy gəlib səhnəni açsınlar, millət də tamaşaya baxsın. Ki burada Tağıyevə bir işarə var. Bəli, işarədir, çünki məsələ bilirsiniz nədir? Tağıyev teatrında oynanılıb ilk dəfə Leyli Məcnun. Həmin o icarədar da Hacı Zeynalabdin Tağıyev idi. Tutaq ki, filmdə həqiqətən də rejissor bilərəkdən ya bilməyərəkdən Tağıyevi canlandırıb. Və yaxud həqiqətən Üzeyir bəy Tağıyevi canlandırıb. Sizcə niyə günün bu günündə Tağıyevin özü Azərbaycan ictimaiyyəti üçün aktual personadır? Ona görə ki, Tağıyev obrazı bizim üçün bir millət atası obrazıdır. Həm xeyirxah, həm Azərbaycana bu qədər, misal üçün parlamentin iclasları onun tikdirdiyi məktəbdə keçirilirdi. İlk qızlar məktəbini o tikdirib. 83-cü ildə ilk teatr binasını o tikdirib. İndiki musiqili komediya teatrı. İlk bankı Tağıyev tikdirib. Azərbaycanda ilk həbsxananı belə Tağıyev tikdirib. Hansı ki insanlar məhbus yaxınları Narginə gedib gəlməyə əziyyət çəkirdilər və Tağıyev öz anbarını həbsxana elətdirib. Bakı qoçuları Tağıyevin jandarm dəstəsi funksiyasını icra ediblər. Ermənilərin bir Xatabala jurnalı var. Bu karikatura orada gedib. Deməli, Molla Nəsrəddin jurnalında Tağıyev haqqında karikaturalar getdikdən sonra Tiflisə qoçu dəstəsi göndərib Tağıyev və Cəlil Məmmədquluzadə erməni məhəlləsində gizlənib və qadınların arxasında gizlənib. Bakı qoçuları, tutaq ki, onlar həqiqətən də Tağıyevin jandarm dəstəsi idi. Necə xarakterizə eləyərsiniz bu adamları? Ümumiyyətlə Bakı qoçuları necə insanlar idi? Bakı qoçularına, daha doğrusu neft milyonçularının qoçularına rəhbərliyi Quldurbaşı İbrahim edirdi. Quldurbaşı İbrahim o vaxt bütün qoçuların rəhbəri idi və Ağamusan Ağayevin qoçusu idi. Qoçu deyəndə nə bilim, indi kiminsə ağlına gələr bugünkü kriminallar, mafiya, cinayətkarlar. Amma məncə qoçular o qədər də mənfi personajlar olmayıb axı. Mirzə Ələkbər Sabir qoçular haqqında yazır ki, könlüm bulanlı küçədə cövlanını görəcək.
Başqa bir əsərində deyir ki, quldur qoçumuz zülmdə məşhur cahandır. Hə. Kim dərsə tərəqqi edəriz məncə yalandır. Bəxlü həsədə adət edib kam alırız biz. Qafqazlılarız, yol kəsəriz, nam alarız biz. Biz istəmədik dərsi kimi məktəb açılsın, gəl bir də maarif sözü dünyaya saçılsın. Məktəbdə nə hörmət ki o samana qaçılsın. Meyxanədə vodka vurarız, kam alırız biz. Qafqazlılarız. Yol kəsəriz, nam alarız. O da deməli Namiq Kamalın Vətəndir şeirinə bir nəzir Nəzir olaraq olaraq yazıb. yazıb. Osmanlılarız, can veririz, nam alırız biz. Bu da tam əksini deyir ki, biz də Qafqazlıyıq. Belə-belə Baş işləmir. kəsirik, nam alırız biz. Erməni-müsəlman davasında o ermənilərin Bakıda bizim xalqımıza qarşı törətdikləri vandallığa meydan oxuyan qoçularımız. Bəli, bəli. İlk növbədə Qoçu Nəcəfqulu da bunlardandır və Nuru Paşadan mükafat alan insanlardandır. Hansı ki, olmasın bu olsun da Qoçu Nəcəfqulunu göstəriblər, amma mənfi göstəriblər. Qoçu əsgər adı ilə. Qoçu Nəcəfqulunun da həyatda keçisi olub. Orada Qoçu əsgərin də keçisi var idi. Cümhuriyyət ordusu qurulanda həmən qoçuların müəyyən bir hissəsi orduya yazıldılar və onlar da yenə ermənilərə qarşı gərək Qarabağda, gərək Gəncədə döyüşlərə qatılıbdılar. Üçüncü bir məsələ də yenə Çar dönəmi, üzr istəyirəm, Sovet dövrü başlayanda 1920 aprel işğalı dövründə Çarizmə, üzr istəyirəm, Sovet imperializminə meydan oxuyan yenə qoçular olublar. Və qoçuların Sovet imperializminə meydan oxuması o qədər prosesi genişləndirib ki, ikinci Azərbaycanda qaçaq hərəkatı başlayıb. Mən o hərəkatın nümayəndələrin birinin yaxından tanıyıram. Mənim sülaləmdən eyni generasiyadan gəlir də, yəni belə də eyni nəsildən gəlir. Qaçaq Qəni deyə bir adamdır. Adam 40-lara qədər sağ qalıb və mübarizə aparıb. Sonra öldürülüb. Və bütün bu insanlar həmən o Bakı qoçuları idi ki, getdikcə onlar rejimə qarşı müxalif mövqeyi ilə diqqət cəlb eləyiblər və Sovetləri qəbul eləməyiblər, eyni zamanda milli müdafiə funksiyasını icra edib. Siz bayaq bir söz işlətdiniz ki, həm də Azərbaycan Cümhuriyyətinin bir növ ordusu idi Bakı qoçuları. Mən bir fakt deyim sizə. Deməli, Bolşevik Əli Bayramovu qoçu başını kəsir. Düzdür, bunu qoyurlar Qoçu Nəcəfqulunun boynuna, amma deyilən görə Qoçu Nəcəfqulu olmayıb. Sovet hökuməti Qoçu Nəcəfqulunu sırf buna görə güllələyib. Səməd Vurğun 26-lar poemasında yazır ki, qoçular bürüyür bizim yoldaşı, xəncərlə kəsirlər düşünən başı, qoyulur köhnə bir divar üstünə, hörmət o yoldaşa, lənət o günə. İndi mən bunu demək istəyirdim ki, doğrudan da Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Bolşevik Əli Bayramovun başı kəsilib. Yəni qanuni və yaxud qeyri-qanuni Bakı qoçuları həm də Cümhuriyyətin əsgərləri idilər. Amma Nuru Paşanın yaxınlığında olub, amma eyni zamanda Türk alayı ilə də Bakı qoçularının arasında mübahisə olub. Ünbülbanu Əsədullayeva yazırdı ki, o bu dövrlərdə uşaq idi, Bakıdaydı. Türklər gəldikdən sonra Azərbaycanda asayiş təmin olundu. Azərbaycanda əmin-amanlıq baş verdi. Eyni sözü Məhəmməd Əsər bəy də yazır öz kitabında, hansı ki o da bu dövrdə yaşayıb. Və edamlar ilə haqlı edamlar idi. O ki qaldı Bakı qoçuları ilə türklər arasında qarşı durmaya. Belə qarşı durmalar çox olub və o da səbəbi elə siz dediyiniz kimidir. Bakı qoçuları daha çox, hətta nəinki siz deyirsiniz başqa bir millət və ya türk milləti digəri. Bakı qoçuları, Bakılıları, hətta öz məhəllədəki insanlarını daha çox sevərdilər, qoruyardılar, dəstək durardılar. Nəinki başqa bir zonadakı. Məsəl üçün Quba meydanının qoçusu başqa idi. Hansı, nə bilim, içəri şəhərin qoçusu başqa idi, Maşdağanın qoçusu başqa idi. Və bu qoçuların da mənfi müsbət xarakterləri olubdu və bu mövzuya da yaxşı ki toxunduq. Çünki yenə deyirəm, insanlar arasında belə bir fikir yarana bilərdi. Deməli, Hacı Zeynalabdin Tağıyev burjuadır, yəni bugünkü bir maqnat, bir burjua ətrafında mafiya saxlayır ki, özünü müdafiə eləsin, amma o dövrdə açıq demək lazımdır bunu ki, Çar dövründə, hətta Cümhuriyyətin qurulduğu yeni dövrlərdə polis, jandarm, ordu, bunlar yoxdur. Adam nəyləsə özünü qorumalıdır və məcburdur ki, kim güclüdürsə, ona müəyyən jestlər eləsin və onu öz tərəfinə çəksin. Bu çox təbii proses. Manaf Süleymanov da Bakı qoçuları haqqında yazırdı. O, misal üçün, o da yenə dediyimiz kimi qoçuları pisləyir və onların öz başına hərəkətlərindən yazır. Amma eyni zamanda erməni-müsəlman davasında Azərbaycanlıları qorumasından yazır. Hüseynqulu Sarabski isə Köhnə Bakı əsərində qoçuların bir başqa tərəfindən yazır. O yazır ki, qoçular toyda bəyəndiyi mütrifi
özləri ilə aparardılar, özləri ilə qaçırardılar. Bəyənməsə, yaxşı rəqs eləməsə, onların saçını qırxardılar. Məsəl üçün Bakı qoçlarını belə təqdim eləyir Hüseynqulu Sarabski. Amma gəlin Tağıyevlə bağlı məsələni toparlayaq. Tağıyev Azərbaycanda milli maarifçiliyin 3 sütunu olan mətbuat, mədəniyyət və təhsilin hər üçünə ən böyük dəstək vermiş adam idi. Yekunda strateji araşdırmanın bir SWOT analizini çıxarsaq, mənfi müsbət tərəflərini qoysaq, bəlkə yəqin ki siz də mənə razılaşarsınız ki, istər Azərbaycan tarixi üçün, istər Azərbaycan mədəniyyəti üçün Hacı Zeynalabdin Tağıyev çox müsbət obrazdır. Dediyimiz kimi, mənfi müsbət tərəfləri ilə biz bir Hacı Zeynalabdin Tağıyevdən danışdıq. Fikirlərinizə görə eksklüziv mənim üçün məlumatlar verdiniz. Yəqin ki izləyicilərimiz üçün də eksklüziv olacaq. Son sözü siz deyin. Çox istərdim ki, Tağıyev filmindən də danışım, amma danışa bilməyəcəm çünki hələ 4-cü hissəsi çıxmayıb. Ona görə 3-cü hissədən qısa bir anons verdim. Hətta bəlkə də spoiler vermiş olaram. Tağıyev filmi doğrudan gözəl filmdir. Hətta Azərbaycan üçün bir hadisədir. Ona görə insanlar getsinlər, onu izləsinlər. Ən əsas hadisələr Tağıyev 4-də olacaq. Ondan sonra da bir podkast eləyib onu müzakirə eləyərik. İnşallah. Çox məmnun olduq. Sağ olun.